Salam dostlar, Asan İzah YouTube kanalından yenə də hər birinizi xoş gördük və daha bir maraqlı məntiq məsələmizi həll etməyə çalışacağıq. Bugün sizlərlə bərabər gördüyünüz kimi məsələdə bizə bildirilir ki, sual işarəsinin yerinə duran ədədi tapın və bizə bu əməllər verilmişdir və gördüyünüz kimi 4 sətir əməl var və biz məsələ daxilindəki məntiqi riyazi qanuna uyğunluğu aşkar edərək sual işarəsinin yerinə duran ədədi müəyyən etməliyik. Və ilk sətrə baxırıq əziz dostlar. Gördüyünüz kimi 7 və 3 ədədləri verilib və 12 cavabı alınır. Bəs burada ulduz nə deməkdir? Ulduz o deməkdir ki, yəni 7 ilə 3-ün arasında elə bir əməllər olmuşdur ki, 12 cavabı tapılmışdır. Eləcə də ikinci sətirdə 2 ilə 8-in arasında hər hansı bir əməl baş vermişdir və 7 cavabı tapılmışdır. Həmçinin 3-cü sətirdə də 4 ilə 6-nın arasında eyni əməllər baş vermişdir və 15 cavabı tapılmışdır. Və gəlin biz bu ulduzun yerini, ulduz ifadəsinin nədən ibarət olduğunu tapmağa çalışaq və məsələmizi həll etməyə çalışaq. Siz də videoya pauza verərək özünüz məsələni həll etməyə çalışa bilərsiniz və tapdığınız variantları, cavabları rəylər bölümündə bizimlə bölüşə bilərsiniz. İndi isə vaxtı çox uzatmadan məsələnin həllinə keçək. Məsələnin həlli çox da çətin deyil əziz dostlar. Məsələmizin həlli bundan ibarətdir ki, baxın, 7 ilə 3-ü bir-birinə vursaq, 7-ni vursam 3-ə, cavab olacaq 21. Və 21-dən neçə çıxsam 12 olar. 21-dən 9 çıxsam cavabımız 12 olar. Gəlin eyni qanun uyğunluğu növbəti əməllərə də tətbiq eləyək. 2-ni vurdum 8-ə, 2-ni 8-ə vuranda eləyir 16. 16-dan 9 çıxsam cavabımız 7 cavabını tapmış olduq. Beləliklə qanun uyğunluğumuz budur ki, əziz dostlar, əməlləri bir-birinə vururuq, ulduzun sağında və solunda olan ədədləri bir-birlərinə vururuq və alınmış nəticədən 9 çıxırıq və cavabı tapmış oluruq. İndi isə 4 ilə 6-nı bir-birinə vuraq. 4-ü 6-ya vuranda bilirik ki, 24 eləyir. 24-dən 9 çıxanda isə 15 cavabını tapmış olduq. Və indi bizim sonuncu əməlimizə tətbiq edək bu qanun uyğunluğu. 9-u 5-ə vururuq. 9-u 5-ə vuranda edir 45. 45-dən 9 çıxırıq və 36 cavabını tapmış olduq. Beləliklə, əziz dostlar, məsələmizin doğru variantı Y bəndi 36-dır. Hörmətli izləyicilər, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkürlər. Sağ olun.